Aprel ayının 25'ində naxır mazaramız davam eləyir. Saat 4. Bir saat yarımdan sonra naxırı kəndə tərəf istiqamətləndirmək olar. Ancaq naxır yox. 6 dənəsi qarşıdakı düzəngah yerdə. 4 dənəsi burada dərədə. Belədir 10. Düz daşın başındayım. Vəziyyət qorxuludur. Külək ata bilər məni. Başladı belə. 2 dənəsi qarşı yamaçda. Bu 12. Qalanı da o təpədədir. Aşmışdılar arxaya. 2-4 dənəsini görürəm. Moğlamağa başladılar. Mən də inək kimi moğluyuram ki, gəlsinlər, neyiniyim. 2-3 kilometr yoxuş çıxınca bir dəfə də inək olaraq. Gözəl bir mənzərəsi var buradan kəndimizin. Uzaqda o deyək. Dağların qoynunda TV kəndi görsənir. Nədəndir? Gündə sənin qoynunda yox, heç həsrət çəkmirik. İndi hey istəyirəm ki, elə gəlim TV'nin qoynuna. Deyir dağ, qar dağa çıxanda dadlanar. Nə qədər ki ayaq atdadır, heç qədri qiyməti olmur. Dağa çıxanda yayda adamın ürəyi qar istəyir. Kətdə də kət yada düşmürdü. İndi qəribsəmişəm ki, bir təhərlə axşam gedib evimizdə yata bilsəydim, dincələrdim. Zirvədə bir dəfə də süfrə açdım, yeməyimi yedim. Telefonumun biri can verib qoymuşam daşın üstünə. Digər alternatif telefonla videolarımıza davam. Bir videomuzda toponimlər haqqında dedik, daha çox yer görsənir. Görünən kimi də adları yada düşür. O uzaq qarlı zirvə dedim ki, Bibqətəldir. Ondan aşağı sağ tərəfdə Xirmən qayadır. Ən axırıncı qarlı yer Topdur. Bu qıraqdakı ala-tala qarı olanda Ant. Ondan aşağı Ağyar var, Tüngünyal var, Zaballıdır. Ağdərədir, Aralıqdır, Kazım Dəhnəsidir. Göllərdir, Ağdaşın dağıdır, lap bu bəridə Navışdır. Orada qədimdə yaşayış olub, kənd olubdu, qəbirlər var. Tikili də var idi. Bir videomuzda aylar ki ağaçları sındırmışdılar, o ərazidəyik. Bir də arxa tərəfə inəklərə başlayın, bilim ki, hara getdilər. Bir dənəsi təklənib qabağı çəkir. Moğlayan da odur. Bilmir ki, hara geçsin. Yamaçdakı çamxır var, onun anasıdır deyəsən, onu axtarır. Bir dəfə mo desə gələr. Görüntüdə yenə Kaha dərəsidir. Uzaqda yamaçlar, əzgənlikdir, ən axırıncı təpə, qızıl sırtdır, halis türk sözüdür. Bu tərəfdə də ən axırıncı təpə Abdaldır. Biz Təflin dağ deyirik. Biləv kənd sakinləri Abdal deyir. Biləv ərazisidir. Həm uzaqda görsənən təpələrin o üzündə Biləv kəndidir. Parağa çayının sahili ilə Biləvdən sonra Behrut, Parağı da bu istiqamətdə olmalıdır. Görüntüdə Aləmşah yurdudur. Bayaq görsənmirdi. Dağdağanlı Güney dedik, Zinişli dərə, Hacının bağı, Aylağı, Zəy dərəsi görsənir buradan. Ən uzaqda qarlı zirvə var təpələrin arxasında, biraz da buludlar örtüb. Şəmki dağıdır. Deməli Şəmki dağı hündürmüş.
Karşıdaki zirveler kadar hündürlüğü yok ancak yine de var. 2000 metre var deniz seviyesinden hündürlüğü. İl 1989 olabilirdi. Dekabr ayının 31'i Qoyuna gitmiştim. Yerde qar zad yox idi. Qupquraqlıq idi. Bax belə. Hava da xoş idi. Papamla qonşumuz Həmdullah dayı dedi ki, biz də gəlirik gəvən çəkməyə. Gəvən zoğu yağlı bir bitkidir. O tərəf tez qurtarmasın deyə ondan da çəkib qışa yem kimi tədarük eləyirdik. Mən qoyun otora gəldim. Ən axırıncı zirvə. Ondan da arxaya açdım. Heyvanları otardım. Açdım təpəyə gördüm papam gillə. Bu qarşı yamaçda gəvən çəkirlər. Biraz da yuxarıda o ağ olan yerdə. Beton izi olan yerdə. Heyvanları çəkdim gətirdim bu tərəfə. Yaxşı otarmışdım. Doymuşdular. Heyvanları yamaçda yatızdırdım. Gördüm dərə, təpə, selo, papam gəvən çəkib töküb, Həmdullah dayı çatdırıb bütə bilmir. Tez topladım ocağın ətrafına, kömək elədim, ütdük, çırpdıq daşa. Yıxılan kimi qızardılar, eşya ilə atı yüklədik. Dedim siz gedin, mən də gəlirəm. Qısa gün idi, onlar tez çatmışlar evə, mən də heyvanları otara vaxtında getdim, çatdım. Gecə yatdıq, səhər durduq ki, yarım metr qar yağıb. Dekabrın 31-i yağmalıdır, hələ yubanmışdı. Oturmuşduq səhər yeməyinə, gördük səs gəlir. Ay Rəcəb əmi, səsindən tanıdıq İskəndər və Əfsələddin. Bala geçişə dedi, çörək yerik dedi. Rəcəb əmi yemişəm, yemək saat. Dünəndən bir kesimiz gəlməyib. Doğaca idi, səhlənkarlıq eləyib tövlədə də saxlamadım. Onlar fəttanla gedək. Qoyun gedən yerlərə baxaq gələk dedi. Çay içsin gedin. Çayda dişdik, sapaq geydim. Qar sapaqdan da olur ayağıma. Şalvarı da saldım sapağın üstünə. Hansı yoldan ki gəlmişdim, çıxmışdım örüşə. O yoldan da düşdüm qabağa, arxam da gəldi. O məndən 8-9 yaşda böyüdü. Mən ancaq 17 yaşında bir canavar. Tez-tez dəhmər təngə nəfəs gəldi atdan. Səhlimdən geçdi. Fikrimdə var ki, ən axırıncı nöqtəyə qədər gedək də. Getdik o zirvəni. Açdıq. Arxada bir yamaç var. Gördük ki, gəvən dibində bir qaraltı var. Səs elədik, keçi səs verdi. Baxdıq, gördük ki, doğub çəpişlə yanındadır. Çəpiz götürdük, saldıq qoynumuza. Mən qabaqda yenə gəldim, çəpiş qoynumda, Əfsələddin də keçini arxadan qova gəldi. Sağ-salamat apardıq keçini də, çəpizi də çatdırdıq kəndimizə. O da bir xatirə idi. Söhbət eləyim ki, yaddaşlarda qalsın. Qoyun növbəsindən axıra o qədər getməsəm də, getdiyim zamanlarda çoxlu xatirələr var. Çaşıra, qoyuna, quzuya, naxıra, at tutmağa, hamısı bir kino lenti kimi yaddaşımda. İnəklər istədi o tərəfə geçsin. 3, 4, 6, 9 olmalıydı. Ancaq pis gəlmirlər. 3, 4, 5, 6, 7 oldular. Yenə 7 oldular. 7 ol istərəm saya bizdən əl çəkmir də. 2 dənəsi də olmalıdır. 9 dənə. Hələ vaxt var. Yolun yarısına qədər gəlsələr, bu bir malı görsələr, gələrlər, gəlməzlər. Namazımdan atlayaram o tərəfə. Dəhmərləyərəm sözündə, bəlkə 5-ci dəfə təşkil eləyirəm. Yəni, ata dək deyəndə cəhdləşir, elə o mənada ki, cəhd gedin. Yaxınlıqda da xınalı daşlar var. Parmaqlarına xına qoymaq istəyənlər gəlsin. Bunlar mamurdur.
O bulub tökür. Xınalar budur. Elə möhkəm yapışıb daşa ki, mikroorqanizmlərdir. Yosundur, mamırdır, şibiyədir. Bir atadan gəlirlər. Oturduq daşın üstündə, tüpürürdük xınanın üstünə, digər daşına sürtürdük. Sonra yaxırdıq parmağımıza, tuturdu, bir həftə 10 gün getmirdi rəngi. Çox vaxt su da apardığımız olubdur, ancaq su ilə yaxşı effekt vermir. Ağız suyunda turşuluq var, tez həll eləyir bunu. İnəklər heç xoşum gələn istiqamətə getmir. 2, 4, 6, 7, bir dənəsi aşağıdan baxır. Qaşqasını görürəm, onun da qaşqa var. 8, biri də oralarda olar. Bir səs eləyək görək. Bjey, bjey, aaa! Qoyunu çağıranda deyirlər, buna səhv dedim. Ağ qışda qara inəyin yanında. Əl çəkmir onlardan. Deyəsən, bölmüşük naxırı. 12'sini mən otarıram, 9'unu. Bu bir inəklər geçməsinlər də. Geçsələr fikrim qalacaq bunların yanında gedib bağa bostana girər. Əgər gəlsələr buradan çəhlimdən qarşılarını kəsib qaytaracam dəriyə. O birlər də getdi. Yala oradan söndülər bu yana. Getməli yerləri yoxdur. Kəndin istiqamətini bilirlər. Bu tərəfdir. Evdə də buzov bunları gözləyir. Gezi tezi gəlib yanından keçəcəklər. Örkən nə qədər uzun olsa gəlib doğanaqdan keçəcək. Bir videonun da sonuna gələk. Bir də bu videoları yükləmək var, sonra birləşdirib bir video halına gətirmək var. 5 GB yüklədik. İnternet bitdi, zaryadka da bitdi. Sondan çəkdiyimiz videolar yəqin ki sabah efirə çıxacaq. Növbəti efirlərdə görüşərik.